Bir tikə çörəyimi yiyəcəm, kofemi içəcəm. Ondan sonra meşənin dərinliklərine girəcəm. Gəzəcəm bir xeyli. Qərar verməyim lazımdır ki, bir gecə daha bu meşədə qalmaq istəyirəm ya yox. Ona görə də meşəni gəzməyim lazımdır. Kudatdan 2 tane çörək almışdım. Bir xələk çörəyi idi. Bir də uzun bir çörək. Deyə bilərəm ki, ikisi də çox dadlıdır. Çox dadlı çörəklər var. Möhtəşəm. Çox şükür yemeğimi yedim. Kofemi içdim. İndi çadırımı toplayıb gedirəm meşənin biraz da dərin hissələrinə. Deyirəm, o vaxtı bu bəzən çıxmayan ləkələri kənddə külla, ocağın odunun külü ilə çıxartdıqlarını görürdüm. Həqiqətən də çox effektli bir şeydir. Kofe dəmləyəndən sonra mənim bu cəzbəm üstü başı kül, his, tas olur. Və o kofe dəmlədiyim ocağın külü, kömürü, bütün o hissi, pası, hər şeyi aparır. Çox effektli bir təmizləmə metodudur. Bayaq qapqaraydı, indi baxın. Ağappaq olub yenə. Öz rəngində, ruhundadır. Yəni istənilən yuyucu vasitədən qat-qat daha effektiv bir yöntemdir. Xüsusən də belə dağ meşə şəraitində. İndi yaxalayacağım. Bayaq qapqaraydı. İndi altı, yanları ağappaqdır. Öz rəngində. Möhtəşəmdir. Cəzbəmi su ilə yaxaladım və tərtəmizdir. Təzə alınmış kimi. Daha çətin çıxan ləkələri kömürlə elədim. Biraz daha yüngül çıxan ləkələri külla. 1000 dənə feyridən yaxşıdır. Feyridən indi sürtə-sürtə qalmışdı. Amma külla qısa müddətə tərtəmiz elədim.